Dostlar, şükür Allah evə gələ bildim. Bir təhər dilənib bir para tapdım. Amma bəlkə işə gireyim, daha çox pul qazanaram. Bir dəqiqə bir şey göstərdim dostlar, sizə baxın. Oradakı adama elmaslarla boğulur, amma mən heç nə. Günlük belə pul qazanaram. Bəlkə işə gedim. Düzdür, məncə işə gedim dostlar. Mən bir dənə iş yerinə gedeyim, gələm. Dostlar, gəldim, bir dənə yer tapdım. 20 dəmirə mağazin satıram. Kim istəyir gəlsin. 20 O 20 dəmir mən gedim. Qaqa, 20 dəmir hara qoyum? Hə, at mənə. Hara qoyum? Atım 2 dənə var, 2 dənə. 2 dənə, 22 dənə. Hə. 20'sini ver, mən ikisini qaytararam. Al. 22'sini ver. Biraz kazanalım. Neyse. Qaqa, bu yer Xırdalayım gəldim. neyse verərsiniz siz sonra gedin. Dostlar, bura itin günü. Bura nədir? Dostlar, bir saniyə burada əşyalarımı yaxşı götürmüşəm. İndi buranı bir təmizləyim. Tərtəmiz eləyim. Başqa arada, başqa. Burada bir örümcək var, olmadı indi gedəm. Başqa burada, aha. Burada var, bir də burada. Buranı bir dənə təmizləyim, yavaşsa gələm. Dostlar, baxın, təmizlədim içərisində, çölündə. Tərtəmiz bir mağaz oldu. Sonra baxın, buraları da belə təmizlədim. Burada da bir dənə depomuz var imiş. Bura boşdu, bilmirəm niyə. Burada bəzi əşyalar var. Bunları indi satdığa qoyucuq, götürək. Yəni ilk öncə seti götürək, sonra bunları, sonra da biftəkləri. Biftəklərin birəsini bəlkə özüm. Nəysə. 64 dənəmiz onsuz da var. O birisləri satacağım. İndi bir dəqiqə o sandığı alım, ən yaxşısı. O sandığa da əşyalar qoyaram satmağa bir saniyə. Niyə düşəmirəm? İndi baltamızı alaq. İndi çıxaq yuxarı dostlar. Bu əşyaları da qoyaq sandığı da. İndi bir ilk öncə sandığa qoyaq. Sandığı biz bura qoyaq. Ona görə də bunları qırısıq. İndi sandığı qoyduq bura. Deməli içinə qoyaq ilk öncə set. Seti qoyduq. Seti satılsın. Set sonra bəzi əkin biçincilər üçün daşda əşyalarımı qoydum nəysə. İndi nə sataq? Dəmir sataq. Dəmirdə əridib şeylər düzəldə bilərlər. Orada sataq. Oltanı da qoyaq. Sonra əşya çərçivəsini qoyaq ki, bəziləri istəyə bilər. İndi qalan yerdə yemək qoyacağım. Yemək dükanı. Fikirləşin yemək dükanı amma biraz da əşya. Buralar əşya evidir. Buralar da yemək evidir. Bizə çoxlu yemək qaldı. Ona görə də qoyuram bura. Dostlar, qoydum. İndi isə burada təkcə bizə qaldı. Burada dayanıb müştərilər gözləmək. Dostlar, səhərdən gözləyirəm, heç kim gəlmir. Bir saniyə. O nədir? Zəngin adam gəlir. Baxın. Zəngin gəlir. Biraz səsimizi düzəldək. Salam mələk. Salam. Buyurun. Nə almaq istəyirdiniz? Mən belə bir dənə olta almaq istəyirəm. Götürürəm də. Aha, alın. 5 dəmir. 5 dəmir. Aha, hara alayım? Sandığa qoya bilərsiniz. Bu sandığa. Qoyun. Nasıl? O arxavızdakı sandığa. Ha, burada. Oltanı qoydum. Bax, istəyim. Aha, 5 dəmir. Çox sağ olun. Götürüm mən bunu. Sağ olun. Bunları da verim, üstü qalsın. Nə? Sağ olun. Dostlar, üstü qalsın dedi. Hətta 2 qatını aldıq pulu, karlı çıxdıq. Nəysə, indi aşağıda deyəsən sandığımız var idi bizim. Aha. Pullarımızı bura qoyaq ki, kasa kimi də yəni. Elə bilin, kasa kimi qoyaq bura. Sonra gedim mən. Sonra hətta biraz da yemək yazmışıq. Doğru da işlədik. Aha, deyəsən biri də gəlir. Bir nəfər. Yox, gəlmir. Nəysə, biz gözləyəm işlərlər. Dostlar, deyəsən bir an adam görürsən ki, isim etiketi gördüm oradan. Baxın. Kim gəlir? Salam əleykum. Salam əleykum. Nə çəkir? Siz səsinizi niyə elədi? Nə bilim. Nə almışdınız deyin. Heç nə, bir dənə biftek arayacaqdım. Mən də bir dənə götürüm biftek. Biftek. Götürün biftek. Biftek aldım. Neçə dəmir eləyir? Bir dəmir. Bir dəmir ala qoydum. Qoydu deyəsən qoyma. Nəysə, gedə bilərsiniz. Mahmud qardaş. Elə bildim, qoymaz o qədər dəli zotdur bu. Səsi də bu. Belə deyirəm. Bir dəmir. Nəysə, mən bunu qoyum gələm.
Dostlar, dəmirlərimi qoydum yerinə. İndi baxıram. Görüm müştəri gəlir yoxsa yox deyə. Aha, deyəsən orada biri gəlir. Adı nə deyil, görmədim. Tamam. Neyse, gözləyək gəlsin. Deyəsən bu da fas fakir bir şeydir. Çünki qara qura. Adam qaradır biraz. Görək nə olacaq. Qara çünki göründü şəxsən. 100% bu da niyə adı zəng... Allah. Salam əleykum. Salam. Salam. Nə istəmişdiniz? Bir alın. Baxıram biraz nə var oğlum. İndi bir dənə yağ götürürəm. Siz seçin buradan. Mən bir dənə söz deyim. Gəlim. Deyəsən zəngin deməmişdi. Bu niyə zəngin oldu? Nəysə. Bir tər yalxalıq eləyərək bizə çox pul verər. Nəysə. Bir də görək. Buyurun, nə seçdiniz? Bir dənə yağ, 3 dənə də biftek götürdüm. Bir saniyə hesablayayım. 6 dəmir. Siz qoyun, mən burada dayanmışam. Mən yemək Mən qaçdım sizə. yaxşı, sağ olun. Allah, 30 dəmir verdi. Dostlar, 41 dəmirimiz oldu. İndi dostlar, bir dənə planım var. İndi bu dəmirləri götürürük hamısını. Özümüzə əşyalar eləyəcəyik. O zəngin adamın evinə sızacaq və elmasların görmüşdünüz yuxarıda var idi. Onları çalacaq dostlar o yatanda. İndi mən əşyalarımı hazırlayım gəlirəm. Dostlar, gördüyünüz kimi hazırlaşdım. İndi o adamın elmaslarını da çalacağım gördüyünüz kimi. Bir də baxın, əşyalarım da var indi. Bunlarla da bir şey eləyə bilərik. İndi isə gedək adamın əşyalarını çalaq. Dostlar, yağış da başladı indi. Tək istəyim odur ki, adam yatsın. Adam yatmasa çünki oğurluq eləyənməliyik. Mən onun evinə gedim, gələm. Dostlar, gəldik adamın evinə. Bu qoyunu da var. Bir dənə kəssəm, ya da yox, kəsməyəcəm. İndi dostlar, gedirəm onun evinə. Hətta bayağı bir azmışam indi. Gizli gəlirəm. Ya Allah deyək. İnşallah oyatmarıq. Gizlicə bir dənə qapını açdım. Görək indi. Aha. Sən burada. Yoxdur, əlində də saman var. Nəysə. Gizlicə gedək, gizlicə. İndi bir saniyə mən bu elmasları axırayım. Biri gəldi. Gəlin babacığınıza. Gəl. İnşallah adamı da oyatmarıq. Bir saniyə indi. Dostlar, mən bloğa ehtiyacım var. Almadım ama blog. Aha, bir saniyə. Bloğa ehtiyacım yox imiş. İndi dostlar, mən bu elmasların hamısını götürüm gəlim. Dostlar, bütün elmasları çaldım da deyəsən oyandı adam oyandı. Nə edəcək? Elmaslarıma nə? Qardaş, nə olar deyə. Dostlar, adam yanımızda gəlir. Baxın, arxamızda da nə olar, like atıp abone olmayı unutmayın. Videomuzun sonuna gəldik. Like atıp abone olmayı unutmayın. Görüşmək üzərə. Bye.